Sizi bilmirəm, amma mən vinegret salatını yedikdə uşaqlığım yadıma düşür. Bilmirəm niyə. Bu salatı çox sevirəm və ən ideal hazırlama qaydasını bilirəm. Sona qədər izləyin, sizə bir kiçik ipucu verəcəm. Soyutma kartofdur, kökdür, xırda-xırda doğrayıram. Vinegretin olmazsa olmazı duzlu xiyar və duzlu kələmdir. Xiyarın iç hissəsini salata əlavə etmirəm, çünki salatı sulandırır. Ancaq kənarlarını xırda-xırda doğrayıram və yaxşıca sıxıram əlimdən ki, qətiyyən suyu salata getməsin. Və soğanı da nazik-nazik doğrayıram. Soğanı qeyd edeyim ki, qırmızı soğan da vura bilərsiniz. Ağ soğanda çox xanımlar soğanı qovurub əlavə eləyirlər. Mən belə etmirəm. Belə edirsinizsə yazın şərhlərdə və soğana bir qədər duz vururam, acılığı ki ölsün. Ondan sonra çuğunduru da xırda-xırda doğrayıram. Duzlu kələmi özüm evdə hazırlamışam. Siz bu hər yerdə satırlar, ala da bilərsiniz. Və mən lobyanı əlavə etdikdən sonra göyərti olaraq petruşka vururam. Mənə görə bunun olmazsa olmazıdır. Və ipin ucu mütləq vinegret salatına yağı tam dağ şəkildə qızdırıb əlavə edin. İnanın ki, ləzzətindən doymayacaqsınız.